ictimai iaşə müəssisələrində, xüsusilə də kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, zəhərlənmə hallarının baş verməməsi üçün Qida Təhlükəsizliyi Agentliyi müxtəlif tədbirlər həyata keçirir. Mövzu ilə bağlı detalları isə Rəqsanə İbrahimzadə çatdıracaq. Rəqsanə, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Son xəbər nəzərinizə çatdırım ki, 51 nəfər kütləvi halda iaşə obyektlərinin birində zəhərlənib və bu cür halların qarşısının alınması üçün, ümumiyyətlə bu cür halların baş verməməsi üçün Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı əhaliyə və sahibkarlara müraciət ünvanlayıb, çağırış ünvanlayıb. İndi çağırışın detallarını elə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürü Mansur Piriyevdən alacaq. Xoş gördük Mansur bəy. Buyurun çağırışın detallarını, təfərrüatını sizdən işləyək. Çox sağ olun, təşəkkür edirəm. Bəli, qeyd edim ki, agentlik tərəfindən ictimai yaşam müəssisələrində, eyni zamanda şadlıq evlərində yoxlama nəzarət tədbirləri davam etdirilməkdədir. Təkcə son bir neçə gün ərzində onlarla ictimai yaşam müəssisələrində aşkarlanmış nöqsanlarla bağlı, pozuntularla bağlı ictimaiyyətə məlumatlar verilib və təəssüf ki, bunlar da onu göstərir ki, hələ də bir sıra sahibkarlıq subyektləri öz məsuliyyətlərini dərk etmirlər. Eyni zamanda biz rəqəmləri nəzərə salsaq görərik ki, təkcə bu ilin 3 ay ərzində, yəni ilk rübündə 415 ictimai yaşam müəssisəsində, hansı ki, burada şadlıq evlərdə var, yoxlamalar keçirilib və həmin 415 ictimai yaşam müəssisəsinin 389-unda nöqsanlar aşkarlanıb və onu qeyd eləmək istəyirəm ki, aşkarlanan nöqsanlar əsasən sanitar-gigiyenik qaydaların pozulması, xüsusilə gigiyenik rejimə əməl olunmaması, bu da əsasən nə ilə bağlıdır? İşçi heyətin peşkarlıq səviyyəsinin aşağı olması. Yəni, işçi heyət həm onların sağlıq durumu ilə bağlı, mütəmadi olaraq tibbi müayinə cəlb olmamaları, eyni zamanda onların peşkar olmaması, qida məhsullarla davranış qaydaları zamanı belə deyək də yol verdikləri pozuntular və bundan başqa həmin şadlıq saraylarında xüsusən deməli mal qonşuluq prinsipinə əməl olunmaması mətbəxlərdə, həmçinin belə deyək, emal sahələrində çarpaz çirklənmək üçün şəraitin yaradılması. Bundan başqa qeyd eləmək istəyirəm ki, qida məhsullarının saxlanma temperaturu var, bilirsiniz ki, yəni temperatur rejiminə əməl olunmaması çox ciddi fəsadlara gətirib çıxara bilər və təbii ki, bunların hər birisi ümumilikdə sanitar-gigiyenik qaydaların pozulması fonunda çox ciddi nəticələr gətirib çıxara bilər. Bununla bağlı olaraq dəfələrlə agent tərəfindən bu istiqamətdə xəbərdarlıqlar olunub, eyni zamanda inzibati cəza tədbirləri görülüb və bu hadisənin baş verməsi bir daha onu göstərir ki, bu istiqamətdə sahibkarların üzərinə çox ciddi məsuliyyətlər düşür və onlar bu sahədə öz fəaliyyətlərini daha da təkmilləşdirməlidirlər və onu qeyd eləmək istəyirəm ki, eyni zamanda vətəndaşlar da bu məsələdə diqqətli olmalıdırlar. Xüsusilə də tutaq ki, toy keçirən, məclis keçirən belə deyək, vətəndaşlarımız şadlıq evlərinə, ictimai yaşam müəssisələrinin xidmətlərindən istifadə edən zaman mütləq şəkildə həmin zalların bərbəzəyinə, belə deyək, dəbdəbəli olmasına yox, oranın birbaşa olaraq mətbəxinə, emal sahələrinə, məhsulların keyfiyyətinə diqqət yetirsinlər və eyni zamanda mən qeyd edim ki, agentlik bilirsiniz ki, qida zəncirinin bütün mərhələlərində nəzarəti belə də həyata keçirilir və burada məhsulların sağlamlığı təkcə həmin məhsullar həmin müəssisəyə girənə qədər yox, ondan sonra da qorunmalıdır. Ona görə də bu istiqamətdə ictimai nəzarət çox önəmlidir və vətəndaşlar diqqətli olmağa çağırırıq. Təşəkkürlər, çox sağ olun çağırışın detallarını bizlə paylaşdığınız üçün.